saniye. Tələsin, fokusu da düzəldim, oraya uygun. Sonra deyərsə ki, əlimizdəki maşının filtridir, ya neydi? Buyurun. Avtomobil sahibi yanımıza yaxınlaşıb ki, yanacaq sərfiyyatının artması ilə bağlı olaraq biz avtomobil sahibinə sual vermişik ki, yanacaq doldurma məntəqəsi hardan seçim edəmişsiniz. Bizə maşın sahibi bildirir ki, naməlum yanacaq doldurma məntəqələrinə, yəni hardan gəldi vurur, ad olaraq bir yerdən istifadə edirlər. Yanacaq filtrini maşında birinci növbədə seçməyində hər hansı bir yaranan problemlərdə və yanacaq filtrinin bakın içindən çıxacaq problemləri seçməkdir. Bunun içində yaranacaq. Tüm değerlerde biz burada müşahede edirik ve bakım içinden sonra yanacak taşların içinden sonra yanacak içinden sonra bunlar. Bu bir başka olarak yanacak doldurma makinesinin analizini ve aktarma az olmuş yanacaktan istifade olması. İdeal olur. Başka, burada tələsmeyin. Bunu yaxından götürürüz. Götüreceğim. Buyurun. Maşın sahibi yanımıza yaxınlaşıb ki, və bu digər bir avtomobil sürücüsüdür. Bizim maşınımızda yanacaq sərfiyyatının artması ilə bağlıdır. Biz izah edirik ki, bu mühərrikdən başqa bir maşın çıxmadı. Görürsünüz, bura yığışan məqarlar nə ilə bağlıdır? Götürəndə. Bura bunun yığışma səbəbi mühərrikin özünün nasaz olmasından irəli gəlir ki, yanacaq sərfiyyatının artmasıdır. Bu mühərrikdə, bu işlemlərdə isə göstərilir ki, mühərrik daha düzgün və doğru işləyir, heç bir problem yoxdur. Bunda isə yanacağın keyfiyyətsiz olmasına əsasən olaraq gördüyünüz kimi bunun platin olan hissəsində artıq qırılmalar baş verir. Şamın özü sıradan çıxır. Maşın bizim işləmədiyi şəkildə yanacaq sərfiyyatının 60 şəkilində bizim sevgimizə yaxınlaşmışdır. Bunun da birbaşa şeylər yanacağın özündə keyfiyyətsiz olmasıdır. Əla.